Deyirlər, bəndəçiliyin formalaşmağın ən mühüm amillərindən biri, mühüm ibadət istəsəz verəsiz önə. Birinci hansı ibadətdir? Buyurlar namazdır. Namaz bəndəçiliyi formalaşdırır. Özü görürsən, gündən 2 dəfə Allah səhər, günorta, axşam qoymur da, belə qəflət olsun, çox uzansın fasilə. Başa düşürsən? Qoymur kənara çıxaq. Hələ namaz. Gətirir bizi namaza. Ən mühüm ibadət namazdır valla. Ən mühüm ibadət namazdır. Bu böyülən sözü deyə, gedim lap çıxım əvvələ, sonra gəlim çatım Qurana Kərimə. Əllə əleyhissalam oğlu Məhəmməd Hənəfiyyəyə yazır, deyir, bala, və aləm ya Muhammed, ay mənim balam, bil, nə gözəllərdən balalarımıza bir məktubumuz olsun. Məktubumuz olsun, sözümüz olsun, söhbətimiz olsun. Bala otur, bil. Və aləm, bil. Ənə kullə şeyin təbəun lissalatikə. Bala, bütün ibadətlərin, ictimai xidmətlərin, nə iş görürsən bilmirəm, onun hamısını bağlıdır sənin namazla. Nə böyük hədisdir bu hədis. Bala, bütün ibadətlərin, bütün xidmətlərin bağlıdır namaza. Namaz çəkib aparacaq. Bundan müğayət ol. Namazdan müğayət ol. Ənə kullə şeyin təbəun lissalatikə. Bala, da əleyhissalam o tərəfə duha, dahi, imamdır da bu. Sıradan bir adam deyir ki, hə? Deyir ki, bala budur ya, yolu budur, başqa bir şey deyil. Heç kəsə pislik eləmirəm, bütün günü yaxşılıq elə cəmiyyətə, insanların əlindən tut, xeyir işlər gör, din deyir, yox, namaz olmasa, bu böyle indi bəlkə də bəzilərimizin xoşuna gəlməyəcək. Valla bu dinin sözüdür, mən deyim. Mən deyirəm, məndən acığın gəlsə də belədir.